Ümumilikdə 121 hektar ərazini əhatə edən layihə üzrə hazırda 20 hektarlıq yaşıl ada sahəsində təmizlik işləri yekunlaşıb. Bu sayda infrastrukturun yaradılmasına və inşaat işlərinə başlanılıb. Respublikanın hər bir rayonunda olduğu kimi paytaxt Bakıda da quruculuq işləri davam etdirilir. İnvestorlara yaradılan əlverişli şərait iqtisadiyyatın bu və digər sahəsini əhatə edir. Müasir standartlara cavab verən yaşayış massivlərinin salınması da xarici və daxili sərmayəçiləri özünə cəlb edən mühüm sahələrdən biri kimi xarakterizə olunur. Bu istiqamətdə həyata keçirilən işlər sırasında paytaxtın qara şəhər kimi tanıdığımız səmti yaxın zamanlarda öz simasını tanınmaz dərəcədə dəyişəcək və bu rayon Ağşəhər adlanacaq. Babək prospekti ilə Nobel prospektinin paraleli arasında yerləşən və sahəsi 221 hektar olan ərazi şəhərin müasir mərkəzi kimi bir anlayışı tamamilə dəyişərək yeni bir sima alacaq. Prezident İlham Əliyevin 2006-2010-cu illərdə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planının təsdiq olunması ilə bağlı fərmanı çərçivəsində həyata keçirilən Ağşəhər layihəsi hazırda paytaxtımızda görülən quruculuq işlərinin mühüm tərkib hissəsi kimi həyata keçirilir. Ötən il dekabrın 24-də isə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ağşəhərin təməl daşının qoyulması mərasimində iştirak etdilər. Layihə Qara şəhərin yerində Ağşəhər adlı nadir memarlıq ansamblının salınması nəzərdə tutur və dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri və müasir layihələrdən biridir. 19-cu əsrin əvvəllərinə başlayaraq bu ərazidə salınan neftarma müəssisələri mövcudluğu isə burada torpaqların tamamilə çirklənməsinə gətirib çıxarmışdır. Layihə start verildikdən sonra Dövlət Neft Şirkətinin sifarişi əsasında Ekol Mühəndislik Xidmətləri Cəmiyyəti tərəfindən 2010-cu ilin fevral ayının Ağşəhər layihəsinin Yaşıl Ada rayonunun ərazisində uzun müddət yığılmış neft şlamı və çirklənmiş torpaqların təmizlənməsinə başlanılıb. Bu müddətdə ərazidə çox işlər görülüb və inşaat işləri aparılacaq sahə tanınmaz dərəcədə dəyişib. Layihə üzrə ərazidə yollar salınıb. Bugünə qədər ərazidən 26.000 kubmetrdən çox neft şlamı daşınıb. Neft şlamı Ekol Mühəndislik Xidmətləri Qapalı Səhmdar Cəmiyyətinin istehsalat sahələrindəki qurğulardan emal olunmuşdur. Bakı Ağşəhər layihəsi sakinlərin yaşayış, iş, istirahət və əyləncələri üçün ən yaxşı şərait vəd edir. Bu rayonda şəhər tipli 10 universal kvartalın yaradılması nəzərdə tutulur. Bakı buxtasının mərkəzində yerləşən Bakı bulvarının abadlaşdırılması və genişləndirilməsi planlaşdırılır. Bakı Ağşəhər layihəsinə maraq isə gün-gündən artmaqdadır. Artıq investorlar Ağşəhər layihəsinə ciddi maraq göstərirlər və tikinti işlərinə start veriblər. Artıq layihənin qərb sərhədini əhatə edən hissəsində Paris evlərinin inşasına başlanılıb. İnvestisiyalar həcminə asılı olmayaraq layihə çərçivəsində investorlara və inşaatçılara layihənin əvvəlindən sonuna kimi təşkilata və hüquqi dəstək göstərilir. Layihədə iştirakımızın əsas səbəblərindən biri bu layihənin icrasına lazım olan, inşaatına lazım olan sənədlərin alınmasının bir pəncərə sistemi ilə təşkil olunmasıdır. Yəni, bütün müvafiq dövlət qurumları bu layihəyə xüsusi diqqət yetirirlər. Bu layihədə iştirak etmək hər bir inşaat firması üçün böyük bir məsuliyyətdir və şərəfdir. Dünya standartlarına uyğun layihələrlə və investorlara yaradılan şəraitlə tanış olandan sonra qərara gəldik ki, 7 mərtəbəli yaşayış evlərinin inşaatında iştirak edək. Binaların 7 mərtəbəli olması, Paris üslubunda memarlıq, geniş həyətlər və uşaq meydançaları, mənzillərin sayına uyğun parkinqlər və yeni bulvara yaxın olması bizim işimizin uğurlu olmasını təmin edib. Azərbaycan dövləti yatırım için əlverişli imkanlar sunmaktadır. Biz de bu fırsatı değerlendirdik. Beyazşehir'in Yeşilada ilçesindeki Bakü Beyazşehir ofis binasının yapımına başladık. Binaların inşası ilə yanaşı hazırda Bakı Ağşəhərin baş planı əsasında planlaşdırılmış yol infrastrukturunun salınması da həyata keçirilir. Layihənin qərb sərhədində yerləşən Xəqani Rüstəmov küçəsi buradakı əsas magistral yollardan biridir və Nobel prospekti ilə Babək prospektini birləşdirir. Yol hər tərəfə 3 zolaqlı inşa edilməklə eni 45 metr, uzunluğu isə 1700 metr təşkil edir. Yolun altında mövcud olan çoxsaylı kommunikasiya xətləri də dəyişdirilir. Yerin altından çoxsaylı kommunikasiya xətləri layihə üzrə planlaşdırılıb, hansı ki, Azərsu, Azərqaz və Bakı elektrik şəbəkəsinin layihə institutları tərəfindən layihələndirilmişdir və birgə icra olunacaq. Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Burada Bakı Ağşəhərin mərkəzi meydana çıxışı olan metro stansiyanın inşası, avtobus nəqliyyatı şəbəkəsinin yaradılması nəzərdə tutulub. Bulvarın uzadılması nəticəsində dənizkənarı Milli Parkın yeni 3 kilometrlik hissəsi Ağşəhərin sahil xətti boyunca uzanacaq. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi də planlaşdırılır. Haqqında çoxdan bəri söz gedən su nəqliyyatına istifadə üçün bütün bulvar xətti boyu dəniz yolu salınacaq. Şəhər sakinləri və qonaqlar Aztec meydanına Ağşəhərə sərnişin katerlərlə də gələ biləcəklər. Əli Rızayev, Zaur Ağamir, Südabə Cahangirli xəbərlər.